Rəng dəyişərkən necə səliqəli düz xətt toxuyaq. Belə bu aşağıda gördüyümüz primitiv metodda elə özüm də bundan çox toxuyuram təməlliyimə görə. Amma belə düz xətt istəyirsinizsə, əsas da amigurumi toxuyan qızlar bundan istifadə edə bilər. Ya əşya istənilən bir əşya toxuyursunuzsa, belə düz xəttin saxlanılmasını istəyirsinizsə, indi burada bu döndərməli yastı toxumada göstərəcəm, bir də dairəvi toxumada göstərəcəm. İndi burada hazırlamışam nümunə. Məsələn, tutalım ki, müəyyən qədər bizə lazım olan qədər sıra toxuduq. İndi buradan çevirməliyik və yeni sap əlavə eləməliyik. Yeni rəng. Düzdür? Bunu hələ ki saxlayırıq burada. Daha doğrusu buradan bir dənə elə bir ki, sütunu bitirmişik. Yeni sıranı başlamaq üçün əgər atmasız sütun toxuyursunuzsa, bir dənə zəncir toxumalıyıq, sonra çeviririk. İndi baxın, deməli biz indi bura toxumalığa başlamalıyıq da bu bütün bu ilmələrə, sıralara. Mən bunlara şərti olaraq həmişə hörük deyirəm, bilmirəm bilirsiniz. Saç hörüyünə oxşuyur ya da latin V hərfisi deyə bilərsiniz. Hər nəsə bu hörüklərin içinə toxumalıyıq həmişəki kimi. Belə vəziyyətdə bu sarı sapımızı belə saxlayaq. Deməli, bu yeni rəngimiz hara getdi ucu? Okay. Deməli, yeni rəngimizi əlavə eləyirik bu şəkildə. Ucuları sonra dartarsınız, səliqəli eləyərsiniz. Buradan keçirdirik. Bunları dartaq hələ ki. Çox da sürüşməsin. İndi diqqət. Artıq bizim toxuma əşyamızda iki sap eyni anda işlək vəziyyətdədir, sıradadır. Deməli, biz sırayla bunları istifadə eləyəcəyik. İndi bizim toxuyacağımız sıra təməl sıradır. Bundan sonra isə artıq biz sütunlarımızı toxumağa başlayarıq. Birinci yeni rənglə düz xətli bünövrə yaradırıq. Deməli, gedirəm. Hara gedəcəksinizsə ora, baxın bu hörüyün içinə. Sarı sapımı götürürəm. Buradan ilmə çıxardıram. Baxın, 2 dənə ilmə var. Bu ikisini birlikdə toxumalıyıq ki, atması sütun olsun, düzdür. Türkçə sıx iynə deyirlər deyəsən. İndi bunu saxlayıram və göy sapımı götürürəm və göy sapla bu ikisini toxuyuram. Bir də sarı sapı buradan çıxardıram və göy sapı. Bu bünövrə yaratmaq biraz əziyyətli olacaqdır. Biraz şibitilni işləmək lazımdır üstündə. Gəlin bunu belə eləyək, bunu da belə eləyək. Bir tər tuta biləcəmsə əgər. Okay. Yox, tuta bilmədim. Yaxşı. Sarı, göy. Deməli, hansı ki bu artıq toxunmuş hissə var. Buradakı ilmələrə keçəndə elə bunun öz rəngini götürürük. Yəni köhnə rəngi, belə deyək də şərti olaraq. Artıq bu ikisi çıxanda, bunları sütun kimi toxuyanda yeni rənglə toxuyuruq. Baxın, bu hörüklər bizim bünövrəmizdir. Yəni bunu axıra qədər toxuyaq. 2 dəqiqə oldu, 3 dəqiqə. Videomuz çox uzun olmasın. Sarını çıxardıram, göylə toxuyuram. Sarını çıxardıram, göylə toxuyuram. Demək olar ki, gəldik, çatdıq sıranın sonuna. Okay. Bünövrəmizi tamamilə göy rəng elədik, artıq bitirdik. Sarı sapı əgər yenə də istifadə edəcəksinizsə, qoya bilərsiniz. Qısa, əgər az sıralar toxuyacaqsınızsa, kəsmədən saxlayıb, sonra yenə bu rəngə qayıda bilərsiniz. Amma əgər çox uzun məsafəli yeni rəngini toxuyacaqsınızsa, kəsməyi məsləhət görürəm. Çünki bu belə uzanacaq da toxunmuş əşyanın arasında praktik deyil. İndi gəlin qaydaq. Buradan yenə bir dənə zəncir toxuyuram, çevirirəm
və bünövrəmizdə artıq sütunları toxuyuruq. Görüntüyə baxın nədir? Baxın bu hörükləri görürsünüz. Bu hörüyün içinə hörürük. Elə həmişə elədiyimiz kimi. Baxın hörüyün hər iki tərəfini də götürürük. Bu qədər. Bu bünövrəmizi yaratdıq. Yeni rəngimizi toxuyuruq. Burası biraz sıx oldu. Siz boş eləyərsiniz imkan olanda. Yox, düz keçirtmədim. Okey, bir dəqiqə. Üzürlü sayın qızlar, çox sıx eləmişdim. Sadəcə gerək gözümə yaxınlaşdırım toxuyum. Belə davam edirik. Bu əlbəttə ki, gördüyümüz bu sıra toxuduğumuz əşyanın tərs sırası olacaq, tərs tərəfi. Bu birisi də düz tərəfi. Bu döndərməli toxumadır, yastı toxumu. Okey, baxın bu tərs tərəf, bu da düz tərəf. Gördünüz, sıramız necə qəşəng görsənir. Ardıcıl gedir. Buna bir quş. Buradan sapı kəsə bilərik məncə. İndi eyni şeyi, elə burada da eyni şeydir əslində. Bunu çıxardım. Tak, baxırıq. Deməli, burada sıra başlanğıcıdır. Deməli, heç bir əlavə zəncir toxumamışıq. Sıranı elə bir ki, bağlamışıq burada, bu nöqtədə. Yeni sapımı elə buradaca əlavə eləyirəm və eyni şeyi davam edəcəm. Yeni sapı əlavə elədim. Və getdik. Burada sadəcə döndərmə olmayacaq da, ancaq düz-üzdə toxuyuruq. Çünki bu dairəvi toxumadır. Deməli, gedirəm. Bu yaxında növbəti ilməyə yaşıl sapla sap çıxardıram. Yeni sapla bünövrəmi yaradıram belə. Yenə köhnə sapın rəngini çıxardıram. Yenisi ilə toxuyuram. Qəti şəkildə eyni şeydir. Sadəcə elə bir ki, yeni sıradan əvvəl bir dənə gözüm görmür. Yeni sıradan əvvəl bir dənə bünövrə sırası yaradırsınız ki, düz xətt olsun və sonra sıranızı əmələ gətirirsiniz. Belə sıra bitəndə də buradan baxın. Bu iki hörük var, bunun içindən keçərək burada gələcək son ilməni indi tutalım ki, budur da. Bunu buradan keçidib çıxardacaqsınız, sıranı bağlayacaqsınız. İndi onu amigurumi toxuyan qızlar əjdahadırlar, onlar bilirlər maşallah. Bu qədər qızlar, inşallah ki, xoşunuza gəldi.